Kəskin baş ağrıları, çiyin boyun ağrıları, əllərdə barmaqlarda uyuşma, boyun nahiyəsindən başa vuran ağrılar, qulaqda səs-küy problemi, baş gicəllənməsi, göz qaralması, ürək döyüntüsünün artması, təzyiqin oynaması. Bütün bunları yaradan səbəb nədir? Baxın, boyun osteoxondrozun əlamətləridir. El arasında buna dozlaşma deyirlər. Burada, boyun nahiyəsində damarda sıxılma gedir. Səbəb nədir? Ya fəqərə zədələnməsi, ya qırdaq yeməsi var. Və beyin qan dövrü pozulur. Əlbəttə ki, beyinə normal şəkildə qan çatmadıqda sağlaladığım hər bir problem artıq başlayır etab yaranmağa. Bunu qarşısını almaq üçün nə edir insanlar? Ağrı kəsicilər, keydicilər, xarici müdaxilələr, yəni masaj, tox, fizioterapiya, idman hərəkətləri və s. kimi üsullar. Buna çarədirmi? Əlbəttə ki, bunlar ağrılarda yüngülləşmə verir. Funksiyası odur. Ağrı kəsici ağrını donduracaq başda. Xarici müdaxilə ağrılarda yüngülləşmə verəcək. Amma köklü nəticə verirmi? Köklü nəticə versəydi, bu gün 10 il, 15 il bu problemdən əziyyət çəkənlər müraciət etməzdi ki bizə. Bütün o üsullardan istifadə edən insanlar. Bax, köklü nəticə üçün sən orqanizmi təmizləməlisən, yeyilmiş qırılağa bərp etməlisən, zədələnmiş fəqərəni bərp etməlisən, beyin qan dövrünü normal salmalısan. Bunun da çarəsi şərq qəbrətindədir. Tibetin 3 məhsulu. Antilipid çayı, iyonlaşmış biokalsiyum və lestinli kalsium. Antilipid çayı duzlaşma kirəsindən mənbədən xaric eləsin, iyonlaşmış kalsiyum, qığırdağı, zədələnmiş fəqərəni bərp etsin, çöküdü verməyən kalsiyumdur. Lestinli kalsium beyin qan dövrünü normal salsan. Gör sən onda bu problemlər saydığım ağrılardan əsərləmək qalır yoxsa yox. Müvəqqəti nəticə vermir, köklü nəticə verir. Düzgün, vaxtında və tam şəkildə istifadə edənlər nəticəsini görəcəkdir. Ətraflı məlumat üçün səhifəyə daxil ol, orada nömrə var, əlaqə saxla. Problemlərin ətraflı denən, problemlərinə uyğun sənə artıq proqram verək. Əlaqə saxlayın, köməklik göstərin.